Salam əziz izləyicilər. Bu videomuzda insan psixologiyasının 5 maraqlı faktından danışacağıq. Kanala abunə olmağı, videomuzu bəyənməyi unutmayın. Heç düşünmüsünüzmü? Niyə bəzən özümüzü tamamilə məntiqsiz aparırıq? Niyə ən sadə qərarları verərkən belə beynimiz bizimlə oyun oynayır? İnsan psixologiyası bir okean kimidir. Biz hələ ki yalnız sahilində gəzişirik. Amma bugün biz biraz dərinə dalacağıq. Bu videoda gündəlik həyatınıza, münasibətlərinizə və qərarlarınıza təsir edən 5 böyük psixoloji faktı təhlil edəcək. Bu məlumatlar həm özünüzü, həm də ətrafınızdakıları daha yaxşı başa düşməyə kömək edəcək. Hazırsınızsa, beynimizin gizli qapılarına səyahətə başlayırıq. Birinci dayanacağımız Dunning-Kruger effekti. Heç görmüşsünüzmü? Bir mövzuda çox az biliyi olan biri elə danışır ki, sanki dünyanın ən böyük ekspertidir. Psixologlar bunu cahillik cəsarəti adlandırır. Araşdırmalar göstərir ki, bir sahədə bacarığı az olan insanlar öz bacarıqlarını həmişə həddindən artıq yüksək qiymətləndirirlər. Əksinə, həqiqi ekspertlər isə nəyi bilmədiklərini bildikləri üçün çox vaxt özlərindən şübhə edirlər. Yəni, əgər bir mövzuda mən hər şeyi bilirəm deyirsinizsə, bəlkə də hələ yolun çox başındasınız. Bu fenomen bizə öyrədir ki, ən böyük bilik öz limitlərini tanımaqdır. İkinci fakt, bilişsel çelişki. Beynimiz eyni anda bir-birinə zidd iki fikri daşımağı sevmir. Məsələn, birinin siqaret çəkdiyini düşünək. O bilir ki, siqaret zərərli, amma çəkməyə davam edir. Beyin bu gərginliyi aradan qaldırmaq üçün yalanlar uydurmağa başlar. Onsuz da babam da çəkirdi, 90 il yaşadı və ya stres məni daha tez öldürər. Biz səhv etdiyimizi boynumuza almaqdansa, reallığı öz finanslarımıza uyğunlaşdırmaq üçün bəhanələr yaradır. Özünüzə qarşı dürüst olun. Sizin də uydurduğunuz bəhanələr varmı? Üçüncü fenomen, sosial sübut. Niyə boş bir restoranın yanından keçib, qarşısında növbə olan restorana girmək istəyirik? Çünki beynimiz qərar vermək enerjisinə qənaət etmək üçün çoxluq hara gedirsə, ora doğrudur prinsipini rəhbər tutur. Marketologlar bunu çox yaxşı bilirlər. Ən çox satılan məhsul və ya milyonlarla insanın seçimi kimi ifadələr sizin məntiqinizə deyil, sürü instinktinizə xitab edir. Unutmayın, bir şeyin populyar olması onun mütləq doğru və ya keyfiyyətli olması demək deyil. Dördüncü fakt, Zeigarnik effekti. Niyə yarımsıq qalmış işlər beynimizi daha çox məşğul edir? Məsələn, bir serialın sezon finalı niyə ən həyəcanlı yerdə kəsilir? Çünki beynimiz tamamlanmamış tapşırıqları açıq fayl kimi yaddaşda saxlayır və onları bitirməyimiz üçün bizi daim narahat edir. Əgər bir işə başlaya bilmirsinizsə, sadəcə 5 dəqiqəlik başlayın. Beyniniz o işi yarımsıq kateqoriyasına salacaq və bitirməniz üçün sizə təzyiq edəcək. Bu tənbəlliyə qarşı ən güclü silahdır. Və nəhayət 5-ci fakt, halo effekti. Əgər bir insan fiziki olaraq cəlb edicidirsə, biz avtomatik olaraq onun həm də ağıllı, dürüst və mehriban olduğunu düşünməyə meylliyik. Bir müsbət xüsusiyyət insanın digər bütün mənfi cəhətlərini görünməz edən bir halo yaradır. Bu iş görüşmələrindən tutmuş şəxsi münasibətlərə qədər hər yerdə bizə aldadır. İnsanları mühakimə edərkən ilk təəssüratın sehrinə qapılmadığınızdan əmin olun. İnsan psixologiyası mürəkkəbdir, amma bu qaydaları bilmək sizə bir üstünlük verir. Artıq beyninizin sizin nə vaxt aldatdığını və ya niyə elə hiss etdiyini bilirsiniz. Bu faktlardan hansı sizin üçün ən çox sürpriz olur? Bəlkə də müşahidə etdiyiniz başqa bir psixoloji vəziyyət var. Şərhlərdə paylaşın, müzakirə edin. Videonu bəyəndinizsə, baş barmağı yuxarı qaldırmağı və bu cür videoların davamı üçün kanala abunə olmağı unutmayın. Özünüzə və beyninizə yaxşı baxın. Növbəti videolarda görüşərik.